Mən salamlayıram hər kəsi, bütün inkubatora vəsiyyələrlə. Demək, bugün ayın 2-sidir, səhər saat 7-dir. Bax, bir dənə inkubator göstərəcəm sizə, bax. Bu Çin istehsalı inkubatordur. Bax, baxın, mən deyəndə nə deyirəmsə onu eləyin. Mütləq eləyin. Sən özün də gəl burada nəyi səhv eləmirsən deyəcəm. Demək, suyu içəridən qoşublar paplavoka, gətirib sadəcə atıblar bunun içinə. Bu belə su getməz buradan, yadında saxla. Bu su, orada aqidel nasası yoxdur ki, bu suyu səhsin versin ona. Bunu aşağıdan deşirsən, bir şey qoyursan ki, buradan getsin. Bu belə getməz. Bunun da nəticəsi nədir? Bura evdir də, qardaşın. Özü də kasıb oğlandı, bir dənə evdir belə. Dikibdir. İndi baxın. Bu nəticə budur. Susuz qalmağın nəticəsi budur. Görürsünüz? Nə günə düşüb. Baxın. Yaxşı ki, sən özün burada aydın da, bu yanında. Sonra gəldim. Sən hardan bildin gəldin? Gəldim, baxmağa dedim ki, baxın. Allah sənə gətirib bura ki, gecək gör, nə olur, düzdür? Bütün yanıb gedəcəkdi hamısı. Baxın, bütün əriyib yuxarı, arxa fan, motorun miqrikləri, bütün şunurlar, buradan görsənir. Şunurlar əriyib. Bu da nəticə. Allah'a verib ki, gəlib bura. Deyib gedim elə-belə baxım görüb, bu da əriyib burada. Yəni bu dəmirdir, bu nə bilim daşdır, bu betondur, yananda yanır. Allah uzaq eləsin. Ona görə deyirəm ki, inkubator elə qoşdum, qoydum, çıxıb getdim. Belə şey eləməyin. Eləməyin. Nə qədər ziyana düşübdür. Allaha qurbanam, Allah da qoruyub ki, evin eşiyinə eşin olmayıb. Şükür Allaha. Görürsünüz? Bax, mən deyəndə eləmirsiniz. Su avtomatik qoşulmalıdır, da bu formada yox. Şlanqı aparıb belə vedrənin içinə atmayın. İndi düzəldəcək, inşallah düzələcəkdir. Amma artıq ziyan, artıq rasxod. Aydı, baxın, bu dəmirdir. Hər yeri dəmirdir bunun. Bu ten xarab olanda belə, hələ bura bax. Bu teni kim gətirib qoyub bura, paltaryan tenini? Ha? Hansı usta? Kimdir ki? Adı nədir? Yox, hələ belə var. Videfası, baxın. Bu da inkubator ustası. Mərdəkanda kimdir bilmirəm. Gətirib paltaryan, bu paltaryanın tenidir. Nə qədər pul alıb səndən buna? 60 manat alıb. Bura bax hələ. Bu ayda evdə paltar yuyurlar, arvadlar. Bu paltaryanın tenidir bu paltaryanın. Böyle qiyməti bilsən neçədir? Özü bilər, yəni o, amma bura qaydığına görə deyirəm, amma bu bunun üçün deyil. Get bura al gətir, get var mağazalarda var da, qardaş, gətir inkubatora aid su üçün. Yəni bu kilovatı çoxdur bunun, olmaz. Axı bu bilmir ki, bunun içindəki relələr hansı kilovatdadır, hansı gücdədir. Gətirib qoyub bura, bu da usta. Görürsən? Əlavə bir dənə də nə alıb? Stabilizator aldırtdırıb. Çünki bu səndə burada işıq zaten zəif idi. Çox verir ona. Hə, bu kilovatı, əlbəttə ki, bunu qoyub ora, görüb işıq ölür. Gətirib bu stabilizatoru sənə aldırıb ki, bu neçə almısan? Onu dost var, elə onu verir. Aha. Almısan da əsas odur ki. Aha, onu da aldırıb ki, onunla qoş. Mən başa düşdüyə sən bununla qoşdun, işığı düzəltdi. Bəs bunun içindəki o göstəricilər, relələr var ha. Onun gücü buna çatırmı, çatmırmı? Onun usta bu on yerə soxum ki, sənin ev və eşiyi bu günə qoyubdur. İndi hanı gəlsin də? Hanı bax? Belə iş gördürürlər adama. İndi bu bilmir də qardaş, bu vətəndaşdır, bilmir. Başı çıxmır. Belə şey eləməyin axı. Mən danışanda deyirlər, danışırsınız. Bax, belə adamları ifşa eləmək lazımdır ki, bax, belə şeylər eləməyin. Bu ten yandısa, istəyir hara qoysan qoy. Bu bütün dəmirdir. Hər yerində tok olacaq. Gəlib əlibi vurarsan, pisiyo. Qardaş, bunun uzağı 500 manata satırlar bunu.
Sən tutacaq burada qardaş. Getdin də heç nə. Öldün getdin. Bu da belə. İndi yığaq düzəldək. Artıq rasxoddur da heç nədir. Başqa nədir ki bu? Ona görə də usta seçəndə yaxşı baxın. Bax belə gedib naşı ustaları əlinə düşməyin. Deməli inkubatorumuzu yığdıq. Düzəltdik. Hər şey qaydasında işləyir. Görürsünüz. Gördünüz də nə günlər idi. Və hər yeri də tok keçdirdi. Hər yeri. Yəni əl vur, fisioda tok səni güldürsün. Hər yer dəmirdir. Zuzi bir şunurun bir ucudur, açıq bir yerdir. Dəydi bir yerə fisiyo. Hər yeri korpus dəmirdir. Adi suyun içindəki ten belə yananda, ten yandısa, korpus verir fisiyo. Dəmirdir hər yeri. Tok tutur, saxlayırsan orada. Vəssalam. Allah uzaq eləsin. Ona görə fikir verin, susuz qalmasın, konkret. İnkubator ümumiyyətlə nəzarət eləmək lazımdır. Nəzarət. Nəzarət eləsəz, qardaş, işiniz də yaxşı olacaq, hər bir şeyiniz də yaxşı olacaq. Hər bir şeyimiz. Bax, göstərdim ki, baxın, ibrət olsun ki, elə o əllə su tökürlər, ha, eləməyin elə şey. Qoşun avtomatik. Bir də gedib naşı ustalara pulunuzu xərcləyib gətirib belə boş-boş şeylər qoydurub malınızı yaman günə qoymayın. Bax. Nə gündə bu? Tenə bax. Paltaryan tenin gətirib qoyun inkubator. Bütün hər bir şey ərimişdi. Miqriklər, zatlar var, hamısını çıxarıb qoymuşlar. Nəysə, inkubatorun təmiri, yığılmağı, bütün detalların satışı. Kimə nə lazım olsa inkubatora aid əlaqə saxlayın. Sağ olun.